Salam əzizləyicilərim, bugün yeni bir mənzillə sizlərin qarşısındayım. Mənzilimiz yerləşir Qismət Parkının yanı Yeni Yasamalda. Qismət Parkı, Qismət restoranının düz yanında. 16 mərtəbəli binanın 13-cü mərtəbəsində 97 kvadrat qanuni 2 otaq mənzili sizlərə çəkib təqdim edirəm. Polumuz parketdən ibarətdir. Bura bizim qonaq otağımız, çox geniş ölçüyə malik bizim qonaq otağımız var, dəyərli izləyicilərimiz. Buyurub baxa bilərsiniz. Mən sizə tam geniş planda çəkib göstərim. Mənzilimizin qabağı açıqdır. Buyurub baxa bilərsiniz. Gündüşən mənzildir. Qaz su işıq təminatı daimidir. Sənəd çıxarış qupça dövlət ipotekasına tam yararlıdır. Bura bizim əsas giriş qapı hissəmizdir. Əsas giriş qapı hissəsinə bu şəkildə daxil olduq. Belə bir dəhliz xol hissəsi bizi qarşıladı. Qabağımızda birbaşa belə bir qardırop yığılıb hazır vəziyyətə gətirilmişdir. Dəhliz xol hissəsindən irəliləyir ayrı-ayrı sanitar qovşağı. Bura bizim mənzilimizin mətbəx hissəsidir. Mətbəx hissəsi də gördüyünüz kimi çox geniş ölçüyə malikdir. Mətbəx mebeli də tam şəkildə yerləşdirilmişdir. Mənzilimizdə ümumi 2 dənə eyvanı var. Həm mətbəxdən, həm yataq otağından rahatçılıqla eyvana çıxışımız mövcuddur. Bura isə bizdə yataq otağıdır. Burada da çox geniş ölçüyə malik bizim yataq otağımızdır. Buyurub baxa bilərsiniz dəyərli izləyicilərimiz. Mənzilimizin burası, bu hissəsi dəniz panoramasıdır. Buyurub baxa bilərsiniz. Qabağını dediyim kimi kəsəcək heç bir şey yoxdur. Bu ikinci eyvandan ibarətdir. Mənzilimizdə qaz su işıq təminatı daimidir. Sənəd çıxarış qupçadır. Devlet ipotekasına tam yararlıdır. Bura isə bizim mənzilimizin hamam otağından ibarətdir. Burada da bütün aksesuarlar tam şəkildə yerləşdirilmişdir. Bura isə bizdə tualet hissəsidir, dəyərli izləyicilərimiz. Buyurub baxa bilərsiniz. Burada da ariston olmağına baxmayaraq mənzilimizdə kombi sistemi mövcuddur. Mən məlumat verim, mənzilimiz yerləşir Yeni Yasamalda Qismət Parkının yanında. Ümumi sahəsi 97 kvadrat olan qanuni 2 otaq mənzili sizlərə çəkib təqdim elədim. Əlavə nə sual yaranarsa, səhifədə nömrəmiz qeyd olunub. Buyurub müraciət edə bilərsiniz. Mənzilimizin qiymətini şərh bölməsində qeyd edəcəm. Kimə qanuni 2 otaq və belə bir gözəl mənzil lazımdırsa, buyurub müraciət edə bilərsiniz. İndi isə sağ olun, yeni mənzildə görüşənə qədər.